Torpaqlarımız uğrunda döyüşərək sağlamlığını belə qurban verən vətənpərvərlər təəssüf ki, bəzən haqsızlıqlara məruz qalırlar. Qəhrəmanım Telman Xudaverdiyev də məhz belələrindəndir. Belə ki, 1988-ci ildə Ermənistandan qaçqın düşərək ailəsi ilə birgə Şuşa şəhərinə gələn Telman bəy Qarabağ döyüşlərinə qatılır və bu savaş onu doğmalarından bir neçə il ayırır. Vətənpərvər oğul müharibədə göstərdiyi şücaətlərə görə başqalarından fərqlənir. Xalqımızın bu qeyrətli övladı, hətta yaralı olmasına rəğmən həlak olmuş döyüş yoldaşının cansız bədəninin düşmən əlində qalmasına imkan vermir. Ailə başçısının döyüş bölgəsində olduğu bir vaxtda Telman bəyin həyat yoldaşı və övladları min bir əziyyətlə Bakıya gəlir. Qarabağda gedən qızğın döyüşlərdə sağlamlığını itirən Telman bəy bir müddət sonra ailəsinə qovuşur və onlar sanatoriyaların birində məskunlaşırlar. 2006-cı ildə bu ailə Sabunçu rayon Pirşaha qəsəbəsində zibillik olan bir ərazini əkin sahəsi kimi istifadə etmək üçün bələdiyyədən rəsmən icarəyə götürərək abadlaşdırır. Həyatın demək olar ki, bütün çətinlikləri ilə üzləşmiş döyüşçü hardan biləydi ki, min bir əzabla, alın təri ilə əldə etdiyi torpaq bir gün mübahisə obyektinə çevriləcək. Belə ki, İsmail Ağayev adlı bir şəxs həmin ərazidə qanunsuz olaraq tikinti aparmağa başlayır. Həm də bu sahənin yalnız əkin məqsədi ilə istifadə olunması nəzərdə tutulduğu halda. Onu da qeyd edək ki, sözü gedən şəxs çox imkanlı olduğu üçün kasıb kimsəsiz insanlar üzərində hökmranlıq etmək niyyətindədir. Hətta Xocalda son günə qədər qəhrəmancasına döyüşərək bu xalq uğrunda sağlamlığından belə keçən bir insan üzərindədir. Bu torpağı gəlib biz zibilli idi, nə vəziyyətdə uşağın ağzından kəsə-kəsə 2 ayla, 3 ayla esinən düzəltdirib, gətirib o vəziyyətə. İsmail Ağayev də gəlib yiyələnib ki, mənimkidir, indi də zəft eləyib tikinti aparır. Mənim yoldaşım qeyri-qanuni tikinti aparır. Çox da onun imkanı var, imkanından istifadə eləyir. Bütün hər yerdə, nə bilim, Xızıda rəis işlədi. Ulu öndərimizə qarşı çıxdı, 9 il məhkumluq aldı, dövrət çevirisinə cəhd göstərdi. İndi də gəlib torpaqları yiyə çıxıb, Salyan Neftçaladan deputatlığını verib. Bu öz kəndçisinə bu belə eləyəndə, gör qeyri kənar yerlərin qədrini nə biləcək. Durub deputatlığa namzədliyin verir. Xızıda neçə yerdə obyektləri var, Sumqayıtda poliklinikası var, nə bilim benzin kolonkaları var, fermaları var, restoranları var. Hamısından bundan puldan istifadə eləyir. Biz də kasıb adamıq. Gəlib oranı düzəltmişik, gəlib əlimizi zəft eləyib tikir. Deyir, mənə deputatlığa pul lazımdır, istifadə eləyir, torpağı satıb deputatlığına namzədliyin verir. Telman Xudaverdiyevin həyat yoldaşı Sevdə Xudaverdiyevanın sözlərinə görə İsmail bəy vətəndaşlara pul təklif edərək onları bu günahsız insanları haqsız çıxarmağa sövq edir. Güya ki, Telman bəy İsmail Ağayevdən 85 min manat məbləğində borc alıb və qaytarmır. Qeyd edək ki, yaxşı döyüşçü olduğuna görə Super Yeraz ləqəbi ilə tanınan Telman Xudaverdiyev heç bir dəlil, sübut olmadan günahsız yerə ittiham olunaraq həbs edilib. Belə ki, İsmail bəy Telmanı azadlığa buraxdırmaq qarşılığında isə sözü gedən torpaq sahəsindən bu ailənin könüllü olaraq imtina etməsini tələb edir. Bizə xəbər göndərir ki, torpağı keçirdin mənim adıma, yoldaşınızı həbsdən qutarım. O kimdir ki, yəni qüvvəsi nə qədərdir ki, o mənim torpağı ver mənə deyir, həbsdən qutarım sənin yoldaşını. Nətər qutara bilər o? Hər bir Azərbaycan vətəndaşı Azərbaycan Respublikası Konstitusiyasının qanunlarına riayət etdiyi halda görünür ki, İsmail bəy kimilərin ayrıca özlərinə məxsus konstitusiyaları, qayda-qanunları mövcuddur. Ailə başçısını həbs etdirdikləri azmış kimi mehriban dostlar, hətta Telman Xudaverdiyevin dəfələrlə Azərbaycan bayrağını qaldıran 3 dəfə dünya çempionu olmuş oğlu Şənlik Talıbovu da rahat buraxmırlar. Ona da hədə qorxu gəlirlər. Yanında da bir nəfər var, Alex adında İsrail vətəndaşıdır. Ondan yoldaşımı hədəliyir. Onun özü yoldaşımı hədəliyir. Keçmiş döyüşçünün batalyon komandiri Nurəddin İsmailov da baş verənlərdən xəbərsiz deyil. Ailəni yaxından tanıdığı üçün o da bu məsələyə münasibət bildirdi. Telman Xudaverdiyevin həbsi haqqında nə deyə bilərsiniz?
Telman Xudaverdiyevin həbs haqqında nəsə demək üçün əvvəl Telman Xudaverdiyevin kim olduğunu bilməlisən. Telman Xudaverdiyev Xocalıda axırıncı döyüşə çıxan döyüşçülərdən biri olan bir döyüşçüdür. Kəndçi balasıdır. Heç bir biznes bilmir, ticarət bilməyən bir adamdır. Sadəcə başını alladıb, torbasını tiklər Telman Xudaverdiyev. Şərə saldılar, şər atdılar. Adam o zadı olmadığına görə qabağındakı adam onu tuturdu ki, onun əlində olan 1 hektar torpağını, 1 hektardan yuxarı olan torpağını əlindən alsın. Telman Xudaverdiyev şərlədilər. Yığıb başına, onu şər atan, yığıb başına 5-10 nəfər adamı, maşenlikləri, hansı ki, bugün prezident aparatının adına xarici vətəndaş, gör nə günə qalıb ki, Telman Xudaverdiyev Azərbaycanın ərazi torpaqları orada canlı qoyan bir adamın üstünə, hansısa bir xarici vətəndaş özünü gah İsrail vətəndaşı adlandıran, gah Gürcistan vətəndaşı adlandıran, hansısa bir vətəndaş Aleksandr Şapiro gəlib Telman Xudaverdiyevin ailəsinə hücum çəkir. İsmail Ağayevin bir yerdə. Telman Xudaverdiyev kimdir? Telman Xudaverdiyev adi bir döyüşçü bir adamdır. Bu gün də heç nədən, heç bir sənətçi, sübutsuz həbsxanada yatır. Bunu demək olar Telman Xudaverdiyevin həbs haqqında. Əldə nə var? Telman Xudaverdiyevi nəyə görə həbs ediblər? Neyini ki bu adam? Heç nə. Sadəcə öz torpağını, öz xoşu ilə pulsuz İsmail Ağayevə verməyib. Bugün Telman Xudaverdiyev öz torpağını sözsüz, pulsuz zatsız İsmail Ağayevə versin, Telman Xudaverdiyev həbsdən çıxar. Telman Xudaverdiyevin bədbaxtlığı ondadır ki, onun 1 hektar torpağı var. Hansında ki, İsmail Ağayev kotejlər tikib, satıb pul qazanmaq istəyir. Telman Xudaverdiyevin günahı budur. O günahını da yumaq üçün Telman Xudaverdiyevdən bugün də tələb olunur ki, o torpağı getir mənim adıma, çıx türmədən. Nurəddin bəy, siz Qarabağ döyüşlərində batalyon komandiri olmuşsunuz və siz İsmail Ağayevin döyüş yolu haqqında nə deyə bilərsiniz? Bilirsiniz nəyə görə bu sual verin? Çünki o özünü döyüşçü kimi təqdim edir. İsmail Ağayevin döyüş yolu çox qəribə, maraqlı bir sualdır. İsmail Ağayevi mən 1992-ci ildən tanıyıram, ancaq Daxili İşlər Nazirliyində batalyonda, mən Bozgül batalyonunun komandiri olmuşam. Batalyonda məndə döyüşməyib. Onu mən bir dəfə onu ilə Ağdərədə olmuşuq, gecə onu da pozisiyada dayanmayıb, qayıdıb kazarmaya. Onunla onun döyüş bildiyim odur. Ondan artıq mən onun döyüşdə olduğunu görməmişəm, deyə bilmərəm, yalan deyə bilmərəm. Bəlkə kimlərsə bilir, çıxıb deyər, desinlər, amma mən görməmişəm. Mən də batalyonda da olmayayım. İsmail Ağayev. Amma Telman Xudaverdiyev olub. Telman Xudaverdiyevlə illərlə döyüş yolu keçmişik. Məndən qabaqda, məndən sonra da. Nəinki Telman Xudaverdiyev, Telmanın qardaşları da, Telman qardaşı Nazim rəhmətlik, elə məşhur Şimalıbəyli reydini aparanlardan biridir. Elə orada da yaralanmışdı. Məşhur, çox məşhur bir reyddir. Telman özü Xudaverdiyevin özü də ki, Qarabağda elə bir nöqtə, elə bir deşik qalmadı ki, girməsin. Məşhur Superyaraz Telman deyəndə onu deyirdilər Xocalıya Telman. Çox döyüşlərdə iştirak edib, yaralanıb da, belə də yenə də döyüşə qayıdıb, gözəl döyüşçü, gözəl dost, gözəl əskər. Telman belə görmüşük biz. Telman belə olub. Belə bir qəhrəman döyüşçünün lazım gələrsə günü bu gün də silaha sarılaraq torpaqlarımız uğrunda mübarizəyə qalxacağı heç şübhə doğurmur. Ümid edirik ki, bu problem dar çərçivədə qalmayacaq. Məhkəmələrimiz haqqı üstün tutaraq ədalətli qərar çıxaracaq və tez bir zamanda Telman bəy azadlığa və ailəsinə qovuşacaq. Çünki belə insanlara laqeyd münasibət göstərilməməlidir. Cəmiyyətdə əgər Telman kimilərə layiq olduğu dəyəri vermiriksə, o zaman nə yazıq ki bizlərə.